Salam dəyərli izləyicilər, xoş gördük kanalımda. Bu günləri mayalı qat-qat xəmirdən çox gözəl, möhtəşəm ətli börək hazırlamışam. Qeyd edeyim ki, xəmirimiz buzluqdan çıxıb. Bu xəmirin hazırlanmasını da səhifədə paylaşmışam. Səhifəmdə həm mayalı qat-qat xəmir paylaşmışam, həm də mayasız. Amma bugünkü börəyimiz mayalı xəmirdən hazırlanıb. Keçək hazırlama qaydasına. Əvvəlcə xəmiri buzluqdan çıxarıram. Əziz izləyicilər, burada buzluqdan çıxardanda xanımlar sual verir ki, xəmir sulanır yoxsa yox. Xəmirimiz çox sulanmır. Sadəcə xəmir tərləyir, belə deyək. Elə bil ki, üzü şeh olur. Həmən o şeh olan, tər olan hissəni də salfetka ilə qurulayıram və salam. Yəni heç bir çətinliyi yoxdur. 300 qram ətimizi ət maşından keçirmişəm, amma soğan qatmamışam. Daha sonra üzərinə 1 ədəd kartofu gördüyünüz kimi balaca kub formasında doğradım. Soğanı da həmçinin, soğanı biraz bol olsa daha yaxşıdır. Əlavə edirəm ətin üzərinə, duzunu da, istiotunu da əlavə edib yaxşı-yaxşı qarışdırıram. Zövqdən asılıdır. Siz istəsəniz başqa ədviyyatlardan da əlavə edə bilərsiniz. Nə bilim, zirinc, sarı kök, yəni hansı ədviyyatdan ürəyiniz istəyir, əlavə edə bilərsiniz. Ətimizi də qarışdırıram, qoyuram bir kənara. Xəmirimizin buzu açılıb, xəmiri yayıram. Deməli, xəmiri yayanda da heç, yəni narahatçılığa heç bir səbəb yoxdur. Normal şəkildə ununu da dəzgahın üzərinə səpib, xəmiri yayıram. Çox rahat, qəşəng də yayılır xəmirimiz. Burada xəmirin yuxanın ölçüsü o qədər açıram ki, yəni listimin boyu ölçüsündə. İndi siz istəsəniz, məsəl üçün xəmiri ortadan da kəsib, balaca da yaya bilərsiniz kəsib və yaxud elə bütün xəmiri bütün formada məni kimi yayıb hazırlaya bilərsiniz. Xəmiri də yaydıqdan sonra, baxın, nazilliyini də burada göstərirəm. Çox qalın saxlamıram xəmirimizi. Daha sonra içliyini yığıram. İçliyi də yığanda, baxın əziz xanımlar, əgər içini çox bol-bol qoyursunuzsa ətini, onda yuxanı elə bil 2 dəfə üst-üstdən belə fırladıb qatlaya bilərsiniz. Yox, əgər ətini az istifadə edəcəksinizsə içlikdə, elə bir dəfə ağzını büküb bir dəfə fırlatsınız, bəs eləyir. İndi mən burada ətini normal qoydum. Yaxşı qoyduğuma görə elə bil 2 dəfə üst-üstdən fırladıram bu formada. Daha sonra elə bil kəsirəm. Eyni qayda ilə bütün yuxanı bu formada içli yığıb hazırlayıram. İndi siz istəsəniz, məsəl üçün içərisinə çiğ ət yox, qovrulmuş ət də istifadə edə bilərsiniz və yaxud toyuğun sinəsindən istifadə edə bilərsiniz. Holland pendiri içərisinə əlavə edə bilərsiniz. Pendirlə də hazırlaya bilərsiniz. Yəni bu xəmir o qədər gözəl xəmirdir ki, yəni o qədər adamın əlindən tutan bir xəmirdir ki, yəni hansı içliklə istəsəniz onunla da hazırlaya bilərsiniz. Hətta bu xəmirdən şirniyyat belə hazırlaya bilərsiniz. Mən bu xəmiri hazırlayıb hazırlamasını səhifədə paylaşdım. Orada xanımlardan sual verən, daha doğrusu yazan oldu ki, siz bundan nə hazırlasınız, paylaşım edərsiniz. Yəni biz də görək ki, necə alınır. Ona görə hazırladım və lentə aldım ki, sizlərə də göstərim ki, bu cür gözəl xəmirdən, yəni ürəyiniz nə istəyir hazırlaya bilərsiniz. Yetər ki, bu xəmirdən hazırlayın, buzluğunuzda olsun. Yəni ürəyiniz nə vaxt istəsə çox rahatlıqla çıxardıb hazırlaya bilərsiniz. Deməli, bükdüyüm rulondan alt hissəsini yüngülvari birləşdirirəm. Yəni birləşdirməsiz də olar, problem deyil. Daha sonra 1 ədəd yumurtanın sarısı, üzərinə biraz duru yağ əlavə edib, xəmirin üzərini yumurta çəkirəm üzərinə və bıçaqla da olar. Mən burada elə bir lezva ilə bir damcı belə üstünü çərtirəm ki, qəşəng görünsün. 170 dərəcəli qızdırılmış sobaya ötürürəm. Üzərinə qara çörək otu səpmək yadımdan çıxıb burada. Yəni ki, çox gözəl yaraşır buna qara çörək otu. Deməli, alt üst qızarana qədər bişirirəm. Hazır olur. Gördüyünüz kimi, yəni burada tərifə heç ehtiyac yoxdur. Belə deyərdim ki, hər şey göz qabağında. Yəni bu necə gözəl görünürsə, inanın ki, dadı da o qədər gözəl, mükəmməldir. Xəmir o qədər gözəl kövrək xəmir alınıb ki, yəni bu xəmiri hazırlayıb nəticəsindən çox razı qalacaqsınız inşallah. Əminəm ki, siz bəyəndiniz. Zəhmətə dəyər verərək bəyənmə düyməsinə toxunmağı unutmayın. Siz də bu cür börəkləri hazırlayın, nəticəsindən çox razı qalacaqsınız və şərh bölümündə yaza bilərsiniz ki, siz hansı içliklərlə bəyənirsiniz. Məsəl üçün pendir, ət, toyuq əti, göyərti, yəni şərh bölümündə də suallarınızı verə bilərsiniz. Qaranlıq nə qaldısa, böyük məmnuniyyətlə sualınızı da cavablandıraram. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.